Evvelce salam olsun şehit analarına, şehit atalarına, şehit hanımlarına, balalarına. Biz bu günleri buraya yürütmekte məqsədimiz güzel balamızın anası sevdiği insana yürütmüşük. Ben Kırdemir rayonundan gelmişim. Şehit Ərzov Nəzərin anasıyım. Xüsusi təyinatında çalışmış Nəzər müharibələri keçmişdi. Hansı ki o Adliyə döyüşlərində, Avqust döyüşlərində Polat Həşimov şəhid olduğu ərəfədə orada idi. 44 günlük müharibədə də qələbə ilə çıxmışdı. Gözəl uğurlar qazanmışdı. Ancaq 2022-ci il sentyabrın 22-sindən 12-sindən 13-nə keçən gecə mənim balam Kəlbəcərdə qəhrəmancasına şəhid oldu. O şəhid oldu. Bu günlərim onun 2 il 7 ay tamam olur. Özüme borç bildim ki bu analar karşısında öz balamın qəhrəmanlığından danışım. Bütün analar özleri qəhrəmandır. Nəinki oğulları, özleri əsl qəhrəmandır ki elə oğullar yetiştiriblər. Onlara qurban olun, onların başına dönün. Ben özüm şəhid anası olsam da bütün şəhid anaların karşısında baş eğləm. Düzdür, Nəzərin 2 körpə balası qaldı. Oğlum məktəbə gedəcəkdi, məktəbə apara bilmədi. Kızı bahçeye getirdi, kızını apara bilmədi. Ancaq mənim oğlumun bütün şəhidlərin töküldüğü torpaqdakı qanlar indi kırmızı lalelərə bürünür. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah onların analarına, bolluca, biz analara, bolluca səbir versin. Allah yine deyirəm, bütün analarının karşısında, bütün hanımların karşısında şehit olmuş yoldaşları var, balaları var. Onların karşısında baş eğilir. Sağ olun. Allah həmişə var eləsin. Teşekkür ederim ana. Burada bizim Sağ ol Ayana, sağ ol. olan Cemaafet ana, çok sağ ol. sözü var. İlə danışırsan. Ama konsept bundan Sağ ol. Yüreğim. Çektim sen. Sağ ol.